Sizə müraciət edəndə belində, kürəyində olan ağrılarla, qamət pozuntusundan, əhval-ruhiyyənin pozuntusundan müraciət eləmişdi və biz pasiyentimizə bir kurs fizioterapiya müayinəsi təyin etdik. İlk öncə rentgenimizi çəkdirdik, öz müayinələrimizi apardıq və məlum oldu ki, pasiyentimizdə 2-ci dərəcəli kifoz var. Kifoz bucağımız 51 bucağa qədərdir. Bu 21 gün ərzində həm fizioterapiya, həm idmanlar təyin etdik və bugün 21 günün sonudur. Qamətimdə çox böyük bir fərqlər var. Əhval-ruhiyyəsi maşallah yaxşıdır. Ağrıları tamamilə gedibdir və bugün hər ehtimal bir rentgende çəkdirdik ki, bucağımızda nə qədər irəliləyiş var. Məlum oldu ki, 51 bucağımız 46-ya qədər enib. Bundan sonra 2 ay ev tapşırıqları ilə davam edəcək və ikinci kursa yəqin ki, heç ehtiyacı olmayacaq. Və indi valideynindən də bir məlumat bilmək istəyirəm ki, əvvəl necə idi, indi necə hiss edirsiniz, özünüz fərqi görürsünüzmü? Mən də öz növbəmdə medikal klinikasının vecin doktor başda olmalı bütün hər birinizə, bütün kollektivə təşəkkür edirəm, minnətdaram. Çox gözəl, çox səliqə, səhman, çox qayda qanun, savadlı həkimlər, hər şey buradadır. Buyurun, təşrif buyurun, sağlamlığınızı qoruyun. Təşəkkür edirəm doktor sizə. Çox sağ olun, var olun. Gülərüz personalıza, qrupunuza, hər birinə təşəkkür edirəm. Var olun, sağ olun. Çox razıyıq. Allah razı olsun. Allah köməyiniz olsun. Həmişə iş başında sağlam ruhda, sağlam canla olun. Təşəkkür edirik. Sağ olun. Belə gözəl sözlərinizə görə sənə də gələcək həyatında uğurlar. Həmişə sağlam ol və yolun ancaq açıq olsun. Amin, amin. Sağ olun.